Əziz müəllimlər, bu günlərdə sizə növbəti bir onlayn kurslar haqqında məlumat vermək istəyirəm. Coursera haqqında yəqin ki, hər birinizin məlumatı var, amma qeyd edim ki, Coursera'da bir çox kurslar ödənişlidir və bu ödənişlər də müəyyən bir büdcə daxilindədir və kursların və universitetlərin verdiyi təhsillə və yaxud sertifikatın keçərliliyi ilə bağlı olaraq fərqli olur. Mən bu illəri belə deyək, Facebookda 4C Akademiyasının gənclər üçün belə bir pulsuz milli proqram belə deyək, reklamını gördüm və bu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilir. Buradan qeydiyyatdan keçdiyim və qeydiyyatdan keçdikdən sonra 6 həftəlik mən Coursera-nı pulsuz idarə etmək, yəni istifadə etmək şansı əldə etdim və buna da çox belə deyim, məmnun oldum. İyul ayından mən başlamışam və burada çox belə deyim, bir neçə kurslara qatılmışam və bu kursların düzdür bəzilərini sona yetirmişəm, sertifikatlarım əldə olunub, amma bəzilərində isə hələ də nədir, vaxt edib çatdıra bilmədiyim üçün bitirməmişəm. Və burada biz Coursera-da mənim belə deyək, öyrəndiyim və yaxud sertifikat qazandığım bir çox kursların içərisində ingilis dili müəllimləri üçün ən belə deyək, maraqlı və vacib olan kurslardan biri olan TESOL sertifikatı haqqında sizə danışmaq istəyirəm və bu rəsmi sertifikatdır və bir çox idarələrdə və bir çox məktəblərdə, özəl və beynəlxalq məktəblərdə tanınır. Onlayn ingilis dili belə deyək, sizin ingilis dilinin tədrisi ilə məşğul olmaq istəyənlər üçün də əlverişli bir kursdur və bunu pulsuz əldə etmək də çox yaxşı bir şeydir deyim. Qeyd edim ki, Arizona Dövlət Universitetinin təqdim etdiyi bu kurs 8 moduldan ibarətdir və hər bir modul belə deyək, müxtəlif unitlərdən ibarətdir. Məsələn üçün birinci moduldan sizə baxaq. Mən bu belə deyim, kursun müəyyən bir hissəsini artıq tamamlamışam, amma rəsmi son sertifikatımı belə deyə əldə etmək üçün gözləyirəm. Burada birinci modul, burada modulun içərisindəki dərslər, salamlama videosu, daha sonra bu MOOC nədən bəhs edir və daha sonra dil bir tort dilimi kimi belə bir maraqlı bir kontentlə başlayır və hər bir bölmələr qurtardıqdan sonra checkpointləri olur və burada siz suallara cavab verirsiniz, öyrəndiyiniz və burada feedbacklərinizə də baxa bilirsiniz daha sonra sualların cavablarına. Bu hər bir belə deyək, bölmə 6 və 7 unitdən ibarət olur. Burada siz qiymətlərinizə baxa bilirsiniz. Yəni sizin birinci və dördüncü belə deyək modullarda qeyd edim ki, birinci və dördüncü modullarda sizdən dərs planları və yaxud belə deyək bir neçəsində tələb olunmur. Daha sonra hər bir modulun sonunda sizdən dərs planları tələb olunur və dərs planlarının necə tətbiqi haqqında məlumat tələb olunur və siz 3 nəfərin belə deyək, dərs planını yoxlayırsınız və eynilə sizin 3 və 4 nəfər sizin dərs planlarınızı yoxlamalıdır ki, siz qiymət alasınız. Bəzən AI tərəfindən də rəy verilə bilər sizin planlara. Daha sonraki modullarda, dərslərdə isə sizdən yazdığınız dərs planlarını 10 dəqiqəlik, 6 və 10 dəqiqə ərzində olan bir video ilə dərsi keçməyiniz tələb olunur. Bunu siz istəsəz, əgər məktəb vaxtıdırsa, canlı dərs prosesindən də video kimi qeyd edib, rekord edib əvvəl YouTube-a və yaxud daha sonra
link vasitəsilə bura yerləşdirə bilərsiniz və yaxud istəməsəz də belə deyək, özünüz canlı evdə bir belə deyək, sinif ortamında özünüzü təsvir edərək mövzunu dərsləyə bilərsiniz. Məsələn üçün baxın 6-cı gün kursda 6 kurs mən modul deyirdim, bunlar kursda. 6-cı kursda bizim temamız nədən ibarətdir? Deyir ki, li dinləmə, danışma və tələffüzlə bağlıdır və bizdən bunu tətbiq edə biləcəyimiz bir dərs istəyir və plan istəyir. Və bu planı, dərsi biz nə etməliyik? Doğru şəkildə yerinə yetirməliyik. Aha, burada bizim sertifikatımız görünür artıq. Və burada bizim belə deyək, bölmələrlə aldığımız və yaxud yazdığımız bütün məlumatlar burada görsənir. Burada sonda Submit Your Assessment bölməsində mən sizə göstərmək istəyirəm ki, dərslərinizi və video çəkmənizə və yazdığımız planı necə göstərə bilərik. Baxın, My Submission bölməsində sizdə bu belə deyək, videonu və yaxud linkini bura yükləyə bilərsiniz ki, sizin həmkarlarınız sizin videonu izləyib və sizə feedbacklər verirlər, qiymətlər verirlər və eyni ilə siz də onlara verə bilərsiniz. Əziz müəllimlər, inşallah növbəti belə deyək, sonda Arizonanın bizə verdiyi rəsmi sertifikatı isə 8-ci kursu tamamladıqdan sonra belə gözləmə şəklində olacaqsınız və həmin portfolio sizdən tələb edir və orada isə 10 dərs planı, 10 dərs videosu həmin planlara uyğun olaraq, şəxsi portfolionuz, müəllim fəaliyyətiniz və yaxud 2 teaching tiplər, yəni necə dərs deyirsiniz, hansı metodlar istifadə edirsiniz, nəyə görə, nədən ötürü belə bir formada 2 belə deyək, PDF sizdən onu hazırlamaq istəyir. Rəsmi şəkildə belə pasportunuz, şəxsiyyət vəsiqənizin şəkli, rəsmi adınız və yaxud üzərində görmək istədiyiniz adınızı da qeyd edirsiniz orada və bütün bunları yüklədikdən sonra siz 2 və 4 həftə gözləməlisiniz ki, həmin rəsmi sertifikat siz üçün gəlsin. Hər kursun sonunda sizə sertifikat verilir, burada görürsünüz, amma tam rəsmi sertifikat isə bu bölmədən sonra inşallah yüklənəcəkdir. Mən videonu 2 hissəli çəkmişəm. Artıq bir neçə gündən sonra bu hissəsini çəkməyə başladım. TESOS qaydalarını keçən belə deyək hissəyə bura qədər dinləmisinizsə, artıq bilirsiniz ki, nələr yükləyib, nələr göndərdikdən sonra 3-4 həftə, dedim 2 və yaxud 4 həftədən sonra rəsmi sertifikat gələcək. Amma bunun üçün Capstone 2-ni tamamlayıb və onun sertifikatını almaq lazımdır. Və mən demək olar ki, 2 həftə tamam olduqdan bir gün sonra artıq mənə mesaj gəldi ki, Gmail-mə siz kursu tamamlamısınız Capstone-u və sertifikatınız artıq hazırdır. Yəni bu formada, bu hissədə Capstone 2-nin bütün bölmələrini qutararaq sertifikatı almaq haqqı qazandım. Və burada belə deyim, mənim videonun əvvəlində də qeyd etdiyim kimi artıq pullu limitim qutardığına görə bəzi bölmələrə məsələn üçün qiyməti oxuya bilmirəm artıq. Amma 100%-ə qədər tamamladığımı qeyd edir. Burada sertifikatda görünür. Bəs indi üzərinə 150 saatlıq rəsmi şəkildə sertifikat, TESOS sertifikatı indi necə almaq olar? Yəqin bir çoxlarınız görmüsünüz, o forma bu forma deyil. Onu necə almaq olar, onu göstərəcəm sizə. Və burada sonuncu bölməni bir daha bir dəqiqə
qeyd edeyim. 5-ci modulun ən sonuncu, baxın, burada yazılıb certificate yazılan yeri. Please note. Kliklədikdən sonra səsi bağlayaq. Baxın, bu hissədə bu linkə daxil olursunuz və burada artıq sizin ad, soyad, e-mailiniz, hansı işlə e-mail yazın ki, çünki sertifikat ora gələcək. Belə deyək, telefon nömrənizi, cinsinizi, hansı ölkədə, belə deyək, doğum tarixinizi yazırsınız və burada nədir? Bir və ikinci görürsünüz ki, burada sertifikatı siz artıq Capstone 1-i, birincidə Capstone 1-i sertifikatının linkini bax burada yazılan formasında bura daxil edirsiniz birinciyə. Capstone 2 isə siz artıq gələn sertifikatı o linkə daxil olub, onu da ikinci hissəyə daxil edirsiniz. Və burada hansı ayda qurtarmısınız və hansı ildə qurtarmısınız sertifikatın üzərində görünəcək. Onu daxil edirik. Və burada hətta deyir ki, əgər siz bunun kopyasını istəyirsinizsə, onu da ödəniş edib 4-6 həftədən sonra onu əldə edə bilərsiniz. Hətta qeyd edim ki, mən bunu artıq baxın $50'da, amma keçən dəfə mən buna daxil olduqda $49 göstərirdi. Burada da dəyişiklik olunur. Mən bunu indi gördüm. Əgər istəyirsinizsə yes, istəmirsinizsə no-nu klikləyib submit vurduqdan sonra bunu bax hər bir bölməsi dolduqda submit vurursunuz və bu qeyd olunur. Və daha sonra isə bizə belə deyək, Gmailimizə gedirik. Gmailimizdə bizə TESOL sertifikatımız, rəsmi şəkildə gələn TESOL sertifikatımız, baxın, bu formada bir mesaj gəlir sizə ki, siz tamamlamısınız və burada belə deyək, 6 və yaxud 8 həftə, yaxud 4-6 həftədən sonra sizə sertifikatınız gələcək. Qeyd edim ki, daha tez gəlir, 3 gündən sonra gəldi və 3 gündən sonra mənə belə bir təbrik mesajı gəldi ki, sizin artıq sertifikatınız hazırdır. Buradan klik etdikdən sonra həmin rəsmi sertifikatı biz nə edə bilərik? Öz telefonumuza və yaxud bir dəqiqə, artıq bir neçə gün keçib. Aha, baxın, rəsmi TESOL sertifikatı budur. Arizona Dövlət Universitetindən bizə göndərilən ki, həqiqətən də biz bu kursun, 150 saatlıq kursun hamısını neyləmişik? Qurtarmışıq və bu ekspertlərin rəyinə əsasən bizim 10 dərs planımız, 10 video dərs plan dərsimiz də müsbət rəy alıb və sertifikat bizə göndərilib. Və bu sertifikatla siz onlayn bir çox yerdə iş imkanları əldə edə bilərsiniz. Azərbaycanda da, ümumiyyətlə dünyanın hər yerində də belə deyək, danışıq dili, yəni ingilis dili olmayan, ingilis dili öyrənmək istəyən bütün ölkələrdə rəsmi şəkildə tanınan bir müəllim sertifikatıdır. Rəsmi dövlət universiteti olduğuna görə bu mənim digər videomda sizə göstərdiyim TESOL və TOEFL sertifikatından daha üstündür deyə bilərəm. Çünki bir çox yerlərdə rəsmi şəkildə, rəsmi qurumlarda, məktəblərdə tanınır. Məni göstərdikdən sonra mən yenə də belə deyək, digər növbəti bir dəqiqə digər yenə də kursorlara qayıtmaq istərdim ki, biz onu neyəyək? Burada geri qayıdaq. Geri qayıtdıqdan sonra mən burada sizə nəyi göstərmək istəyirəm? Mənim öyrəndiklərim bölməsindən bu TESOL-un digər sertifikatlarını da sizə göstərmək istəyirəm ki, hansı ki, Capstone'lar necə olur. Birinci Capstone'da baxın, 1, 2, 3 və 4-cü Capstone verilir və Capstone 1-i, baxın, dediyim sertifikatı buradan götürürdünüz. Daha sonra yenə də arda-arda 4 və ən axırıncı bu hissədə göstərilir. Onu da Capstone 2-də baxın, buradan götürə bilirsiniz sertifikatın.
Sertifikatların bölməsində sizə göstəreyim. Baxın, burada nədir? Capstone 1-in sertifikatı budur. Buradan da əldə etmək olur. Daha sonra Capstone 2-nin sertifikatı bu formadadır. Bunu siz linkin daxil edirdiniz ora. Bu isə ümumi bütün kursu başa vurdığımız üçün göstərilən sertifikatdır. Bunları da siz CV-nizə əlavə edə bilərsiniz. Və digər bölmələri üçün isə qutarandıqda belə bir bölmələrində sertifikatları sizə gəlir. Yəni bir kursu qurtarınca demək olar ki, bir neçə dənə sertifikat əldə etmiş olursunuz, amma tam təsdiq olunmuş, tam rəsmi sertifikat o bayaq izah etdiyim kimi olmur. Əziz müəllimlər, ümid edirəm ki, sona qədər dinlədiniz. Əgər bəyəndinizsə belə videolarımızı davamı üçün like edin, paylaşın. Bir də qeyd edim ki, mən bu sertifikatı tam pulsuz şəkildə videonun əvvəlində də qeyd etmişdim, qurtarmışam və tam pulsuz şəkildə necə əldə etmişəm, onu da qeyd edim. Azərbaycanda 4C Akademi deyə bir belə deyək, akademiya var. O onlayn bir çox yerdə elanlar paylaşır ki, Coursera-ya daxil olmaqdan ötürü bizə belə deyək, lisenziya verir. Belə deyək, həmin lisenziyada qeydiyyatdan keçirsəm və qeydiyyatdan keçdikdən sonra bizə 6 həftəlik pulsuz mənə Coursera-da belə deyək, lisenziya vermişdi. Həmin Coursera-nın onların göndərdiyi linklə daxil oldum və burada bu sertifikatları və kursu tamamladım. Düzü bu kursu qurtarmaq mənim çox vaxtım apardı. Amma ki, bacardım və çox da belə deyək, sevinirəm, şanslı hesab edirəm ki, bu lisenziyadan yararlanaraq ən vacib olan, ən belə deyək, lazımlı bir sertifikatı əldə edə bildim. Buna görə də 4C Akademiya təşəkkür edirəm. Həmin o akademiyanın əvvəl burada belə deyək, saytlarına giriş var idi, amma onların indi isə bir də deyim ki, əgər lisenziyanız bitirsə də məndə gördüyünüz kimi sizin öyrənmə yolunuzda həmin sertifikatlarınız, ümumiyyətlə digər şeylər hamısı burada görünür. Yəni heç biri yadda belə deyək də silinmir, qeydiyyatınız bitsə də. Buna görə də elanları, Facebook şəbəkələri var və yaxud WhatsApp ünvanları var. Oradan həmin akademiyanı izləyə bilərsiniz və sizlər də pulsuz şanslardan, lisenziyadan yararlana bilərsiniz. Qədər sağ olun.